Salam Heyratı kanalını izleyen əziz dostlar. Nabaqdan da video atmıram. Onun da vaxtım olmur diye atmıram. Günlərim istədim ki belə bir video atam sizlərə. Baxın, burada qurtlarımız var yatıp. İnşallah yaxşı olar. Burada bir qızımız da var, burada da yatıp. Kupeyler boşdur çünkü heyvanları çölə çarpmışam. Burada bir məsimiz var. Məsdə buranın insanların məhv olmasına baxır. Gündən havadır, beçələri bırakmışam çölə. Bir iki beçələrimizi. Bunları da göstərməmişdən qabaq sizə yeni həmişə bu damda saxlayırdım. İndi heyvanlara iri, geniş bir dam tikdim. Düz uzun müddətdir bunun üstündə işləyirdim. Ona görə videolar atamırdım. Hətta burada kupeylərimizi də yığmışıq. Bir dənə üz qapaqları qalıb. Belə səliqəli şəkildə yığdım ki, o xırda damla heyvanlarımı bura köçürdüm. 18 dənə kupey yığdım burada. Alt üstü 2 cərgə. Üstün bir dənə qapaqları, bir də reşitkaları qalıb. Onlar da inşallah vuracağım. Heyvanlarımı köçürəcəm. Çünki bu dam hündürdür. Havalanması yaxşıdır. Həm də sərindir. Bu damda isə xırdadır. Hündürlüyü yoxdur. Aha, nəsə oldu. Hündürlüyü yoxdur. Ona görə də heyvanlar orada istidə qala bilmir. Bir də buraxmışam günəşlənirlər. Günlənirlər. Burada da var. Bu heyvanımız xoruzlaşır. Yavaş yavaş tovuqlara var gəl eləyir. Bırakmışam. Hamısı günəşlənsin. Nə vaxtdan da yağış güclü yağır. Soyuqda həm də bunların düşməni nəmdir. Yağın altı nəm oldusa bu heyvanlar qalmır. Azarlayır, zəifləyir. 2 dənə heyvanımız da var. Bunlar biraz dalaşqanlı. Yine bunları bura atmışam ki bunlar da burada havalansın. Elə gəlmir amma çölə bıraxanda dalaşdığına görə bura salmışam. Bir tane de bura salmışam. O sizləri yığandan sonra bunları açıb bıraxacağım. Bir iki balalarımız maşallahdır. Baxanlardan da bir maşallah yazmaqlarını istəyirəm. Burada da bağçamızdır. Ağaçlarımızı əkmişik. Tərəvəzimizi əkmişik. İnşallah çıxar. Burada da var. Bunlar da bir takımda bırakmışam. İkisi də beçədir. Bunlar nəcəbsə dalaşmır. Bırakmışam belə özləri üçün gəzirlər. Əliklərimiz də oyanıb. Maşallah. Əliklərimiz ucu yarpaqlayıb. Burada da fərələrimiz gəlib kölgələnirlər burada. Görən burada yumurta var, burada yoxdur yumurta. Burada da gəlib yumurtlayırlar. Böyük partiyanın fərələri hardadır görən. Bunlar heç yaxınlıq vermir mənə. Açıb bıraxan kimi qaçıb gedirlər. Alçalarımız da yavaş yavaş çiçəklərini atır və alçıya dönüşmeye başlayıblar.
Böyük partiya fərələrimiz də buradadır. Burada özləri üçün otluqda dənlənirlər. Maşallah, bunları da bırakmışam çölə. Gəzirlər bir qrup. Keyflərinə baxsınlar. Burada biraz calaq calamışam. Görək inşallah tutar bunlar. Bu ucuba yarpaqlayıb. Yavaş yavaş. Yaxşı olar inşallah. Çoxdan da video çəkmirəm, bilmirəm necə alınacaq. Şərhlər bölməsinə yazarsınız, zəhmət olmasa. 6 aylıq heyvanlarımızı hətta banlayırlar. 6 aylıq heyvanlardır. Burası bilgi heyvanlarım çox tez qızışdı. Xoruzluq eləyir ucubu. 6 aylıq heyvandır. Maşallah, maşallah. Damı da ki, xeyli əziyyət çəkdiyim, çəkilişlərin də olmaması bu damın ucubatından da, yəni burada işləyirdim. Düzdür, burada iş gedir hələ. Bu gözündə yuxarı tutulmalıdır buralar. Düzələcək. Burada inşallah yumurtalıq toyuq saxlamaq fikrim var. Bu otağımda. Burada da ballarımız özləri üçün gəzirlər. Məsimizdir. Aha, yumurtladı. Qızımız yumurtladı. Görək. Ay maşallah. Bunu balaca hansısa yumurtlayıb bunu. Yəqin təzə fərələrdən yumurtlayıblar bunu. Yumurtladı xeyri. Gene dediyim kimi kupeylərimiz boşdur. Burada heyvanlarımız çöldədir. Günəşlənməyə tullamışam. Bu qədər. Belə. Bilmirəm necə alındı çəkiliş. Amma istədim ki, belə bir çəkiliş eləyəm. Nə vaxtdandır mən də kanala video atmıram. Baxasınız. Hündürlüyü 90, eni 70, uzunu da 80 kupeylərdir. Alt dənəsini belə yığdım. O buradan çəkim. Yaxşı düşsün. 6 ədədini belə yığdım. Sırf çəyi üçün. Burada da eyni ölçüdür. 90 hündürlüyü, 70 eni, uzunu da ki 80. 4 dənə də burada belə yığdım. Amma bunları bu 8 dənə kupeyini bala almaqdan ötəri. Düzdür, besi də tollaya bilərəm, amma bunları çox yekə yığdım. 90-ın 80-a belə deyək. 90-ın 80-a yığdım ki, bura elə bir ki döllük heyvan da tullasam, böğrünə bir 2 dənə də toyuq tullasam bala almağa mənim yerim olsun. Ayrı-ayrı kupeylərdə bala ala biləm. Belə. Düzdür, üstünə setka alıb vuracam. Bir də üz qapaqları qalıbdır. İnşallah onu da düzəldəndən sonra çəkiliş edib atacağım sizlərə. Kanalımıza yükləyəcəm ki, sizlər də baxıb bəyənəsiniz inşallah. Düzdür, belə biraz yaxşı görsənmir. Amma ki, üzünün qabırğasının, reşutkaların qapısının, yemliğin yadını düzəldəndən sonra tamam başqa cür olacaq inşallah. Rəng də alıb vuracam buraları, rəngləyəcəm. O divarları da ağardacam. Səliqəli olsun. Divarları ağardacam. Ora tutulmalıdır, oranı tutacam. Xırda eləyəcəm. Axırda da çəkib paylaşacağım sizlərlə. Bir baxıb, bəyənib bir fikir bildirəsiniz. Yəni bu neçə aydır mən kanala video atmadığım səbəbi budur. Dam tikirdim. Hamısını tək eləmişəm. Əziyyət
Ya düzü gec alındı, amma olsun. Gec olsun, güz olsun. Babalarımız demişkən. Belə heyvanlarımızı bırakmışıq. Yaz havası var, yaxşı qəşəng. Dənlənirlər özləri üçün. Dayılar da belə təşəkkür. Hətta banladı da bu da. Yeni banlayırlar, amma elə bilirsən ki, bir yaşlı xoruz kimidir. Burada da şəftəlilərimiz var, çiçək açıb. Onları da göstərdim sizlərə. Fədai şəftəlisi. Görək inşallah meyvə gəlsin. Paylaşacağım sizlərlə. Videoda 10 dəqiqəni keçdi, çox uzun istəmirəm olsun. Yükləmək də çətin olur. Belə dostlar, burada heyvalarımızı ətraflı çəkdim ya. Çox sağ olun mənim kanalımı izlədiyiniz üçün. Yorumlarda sizləri gözləyirəm. Arda çəkişlərimiz olacaq, davamlı olacaq bugündən sonra. Əsas işlərimizin çox hissəsini görmüşük. Bugündən sonra vaxtımda çox olacaq ki, sizlərlə video çəkim, paylaşım. Çox sağ olun.